Bu set Minecraft'ın heç kimsenin bilmədiyi ən güclü setdir və bu gün bunu eləyəcək. Bu set patlamalara qarşı, uzun menzilli hasarlara qarşı, ateş direncinə qarşı və normal korumaya qarşı çox güclü bir setdir. Heç bir şəkildə ölmürük. Və bu seti hiləsiz, heç bir hilədən istifadə etmədən hardcore dünyanda bu seti əldə elədim. İndi keçək videoya. Əvvəla klassik olaraq hamının başladığı kimi ağac kəsməklə başlayaq. Yəni taxta qazma. Keçək aşağı qaza keçək daşlarına. İndi keçək daş alətlərə. Daş balta, daş qazma, daş kürək və bir dənə də daş qılıc. Allah, indi köy axtara bilərik. Bir neçə dəqiqə sonra. Aha köy. Aha köy. Tapdım. Köy tapdım. Uşaqlar, sizi çox buralarla yormaq istəmirəm. Qısaca onu deyim ki, köy tapandan sonra köyü lootlayıram. Dəmir golemi öldürəndən sonra bir dəmir qazma edirəm və madənə tərəf yola çıxıram. Madən tapandan sonra biraz dəmirlər qazanıb özümə biraz da olsa dəmir set və əşyalar edəndən sonra ilk elmasımı tapıram. Aha, elmas. Elmas tapdım. Oo, burada var. Eşek. İlk elmaslarımı tapdım.
Qısası biraz madən edib elmas set və əşyaları hazır edəndən sonra büyü masası üçün obsidian qazmağa etdim. Qazdıqdan sonra yuxarı çıxıb setlərimə və alətlərimə büyü basıram. Çıxdıq. Bəli, elmas set, elmas əşyalar. Bir dənə bu qaldı. O da ki çatmadı. 2 dənə ilə büyü masası düzəldəcəm. Elmas ona çatmadı. Şimdi inək tapıb büyü masası düzəldəcəm. Heç ehtiyac yoxdur, elimdə kitablıq var da. Həfsoponu edə bilərəm, kitablıq var. Bir dənə bura bunu qoyursam, bunu da bura. Dur, tamamdır. Bak. Qoyum bura, bir dənə odun kəsin. Ağac. Böğrünə bu qalan 11 dənə kitabımdan böğrünə şeylər yığacam. Köyün yanında çıxdı. Böğrünə kitablıqlar yığacam. Yəni odun kəsək. Tamamdır, hazırdır. İndi alətlərimə və setimə büyü basacağım, amma levelim azdır. Necə edeyim? İndi əvvəla setimə basın, sonra baltama basarım. Büyülər azdır, ona görə, yəni chestplate koruma büyü basar. Nə olsun? Koruma büyü. Buna onsuz da koruma 1 verəcək, burada da 6 level aparır. Ondan sonra 3 leveldə ilə koruma 1 verirsən yaxşıdır. Onsuz da burada da koruma 1 verir. Şimdi mən da bunu götürüm. Koruma 1 set oldu. Bu bizi bəs edəcək korumağa. Bir dənə baltaya da verimli ehtiyac yoxdur. Qılınca nə versən? Alevdən çevirə, əla. Alevdən çevirə bir kəskin edir. Əla. Verimliyə ehtiyac yoxdur. Yarım qalxana nə versən? Qalxana olmur basma, ağa bilmirəm. Ya, buna nə versən? Buna bir dənə verimliyi basın. Sonra görün buna nə verir. Buna da verimliyi verirsən. Eyni basırız. Eyni verir. Əsas o da əldə edir. Dur. Büyülərimiz də hazırdır. Setlərimə və alətlərimə büyünü basandan sonra Nether'a getmək üçün lava pul axtarmağa başlayıram. Çətinliklə də olsa Nether portalını düzəldəndən sonra Nether'a keçirəm. Şimdi gedə bilərik. Hər şeyimiz hazırdır. Yemək bəlkə bəs eləməz. Ola bilər portuzun içində də olur. Yəni yaxınlarında ola bilər ki, çıxdıq. Bəs eləməsə qayıdıb alaram. Eydi yoxdur, gedək. Buraları qısa şəkildə sizə göstərəcəm. Uşaqlar, videonu burada 1 dəqiqəli saxlayıram. Sözüm odur ki, bu videolara görə, belə hardcore serilərinə görə və həm də təzə kanal olduğum üçün kanala abunə olub, like atsız sevinərəm. Şəxsən həm də bu videoya 1 həftəyə yaxın vaxtım çıxıb. Ona öyrədir 1 həftədir ki, video atmıram. Bu əziyyətlərə görə kanala like atıb abunə olsuz sevinərəm. İstəsiz hayat da bilərsiniz.
Nə olar Hayfatım, nə olar? Acımdan gün orta dururam. Fortress və mavi orman açdığım portala yaxın olduğu üçün tez və sürətli şəkildə Blaze çubuqlarını və endirincilərini yığdım. 5 sına etməyə götürmədi. Kastım 16 dənə bəs eləyər. Yavaşdan gedə bilərəm. Olsa portal buradadır. Gəlirəm portala. Bir neçə dəqiqə sonra Portal yaxında olduğu üçün gəldim. Çox da azmadım. Heç azmadım. Buradaydım orada. Buradan çıxdım gəldim. Portal yaxındadır. Qəşəng yerdə doğuldu. Yeməklərimiz tam çatdı. İndi yavaşdan buradan yuxarıya çıxa bilərik. Yavaşdan gedək. Ayala çıxdım. Və köydən çıxdıq uşaqlar. Ayala. Yəni su yoxdur buralarda. Yəni su götürdüm kovaya. Getdik. Şimdi bunları dönüştürüp 15 tane kolunu bəsədir. 15 tane. Şimdi gedə bilərik, amma ondan əvvəl yemək lazımdır mənə. Çünki yavaş-yavaş azıram. Və biraz da şey edeyim, çünki arbaletə ox taxıb şeyləri, qüllələri partlatmaq üçün. Entlə. Oxu köylülərdən rahat şəkildə ala bilərik. Üstündə var. Odun var, odun da var. Bir dənə şey masası düzəldim belə bununla. Ox almaq. Bir işi götürsün. Götürə. Kim gəlir işə? Götürün də. bir neçə dəqiqə sonra Uşaqlar, işi götürdü. Nəsə götürmürdülər, biraz sərfin götürdü, amma artıq bizi götürdü. Buraya elə. Bir dəqiqə. Sən həm şey variantın yoxsa oxusadan, Bir dənə buradan bu, 17 dənə məncə bəs edir. Götürdüm biraz da buradan. Odunlardan götürdüm. Odunlarımızı qırıram da bağışlayayım da. Gözlüklər atırız. Arka siləmiş. Burada. Bir step olmayacaq. Sağ ol bırak. Aldı yemək məsələsi. Onu götürək ki, bir dənə başqa köy tapaq. Ondan alanca belə başqa köylə. Bir başqa köy tapaq, başqa köydən ancaq saman balyası götürə bilərəm. Bu yeməklər, bunların yeməkləri bəs eləməz bizə. Düzü çıxdı. Bana da çıxdı. Bir dənə də var. Çıxmadı. Yeməyim olmadığı üçün köy axtarmağa çıxdım. Başqa köydən saman balyalarını alandan sonra yavaşdan end üçün yola çıxdım. Uşaqlar, yemək sorunu da keçdi. Bu çörəklər bizə ömür boyu bəs edəcək. İndi yavaşdan gedə bilərik. Tərəfə. Oraya gitti o.
Ha, bura. Bu tarafa gedirik. Ha, bak bu taraftan yavaş yavaş gedik. Bir tane de burada ataq uşaqlar. Gedir hələ, gedir. Hələ gedir amma biraz dönmüş bu tərəfə tərəf gedir. Düşmədi. Gedək belə. Aha uşaqlar. Bir tane de burada ataq düz gedir yəni. Yenə düz gedir. Düşmədi onun üstünə də. Geçək. Hə. Buradan devam. Buradan yenə gedirik. Geldim ya. Burada da tak. Patlat. Ah. Yeri gösterdi be. Ben çıkmadı buradan. Burada kazak yere. Burada. Buradan bir şeyin aşağı. Şey geldik. Şimdi portal tapmak lazım. Ooo, kırılsam bu var ya burada. Düz ağzın üstü biraz qəribə değil. Çok qəşəng yerdədir ama. Burayı içeriden gidelim. Ben bir tane ortalık taptım. Aa taptım. Taptım inşallah 2 tanesi de oldu. Tamam satır. So şimdi formu girebiliriz. Hadi end portalını tapandan sonra end'e keçib ejderhanı sürətli bir şəkildə öldürdüm. Bu yok. Ready, action.
Concentrate. Concentrate. Ne istəyirsən? Concentrate. Son verəcəksən. Action. Düşüb arxama. Suyu qoya bilərəm ancaq. Az qalsın gedirdi ya. Hardcore. Az qalsın hardcore gedirdi. Uşaqlar, burada reply kaydını açmışam. Amma reply'da nəsə xəta oldu, nəsə bir şey baş verdi. Qeyd almadı mənim sistemim. 56 level 61. Ay 61 level üstünde şey de yok yani buradan. So. Əjdaha yumurtamız da əlimizdə. İndi isə elitra vaxtıdır. Getdi elitraya. Və elitraya tapmağa getdim. Endermenləri öldürüb Ender'incisi alandan sonra elitranı daha rahat şəkildə axtarmağa başlayıram. Vay, toptum. Ay, buradaymış ki. Tapdım ha, özümden tapdım. Bunun gəmisi yoxdur ya, gəz. Ay, gəmisi də var. Var. Qaçıram birinci gəmiyə. Oo, çok da şeydi. Oh, bu da şeydi. Burası bağlama arası. So, elitramız da hazır. Zor ya. Bize bir dənə bəs eləyər. Polnu bəs eləyir. Bir dənə də oradan qabığı götürüm. Şalkır qabığı. Şalkır kutusu bizə binər. So, bir dənə kutuda bizə polnu bəs eləyir. Şimdi gedə bilərik. Bir dənə keçid tapım. Gedək uşaqlar. Bir neçə dəqiqə sonra. Anladım ama atabilirim buradan. Allah. Bu nədir? Neyse, mən qurmuşam bura. Gedək spavna. Buradan böyük ehtimalla spavna atacaq. Çünki heç bir yerdə yataq hazırda basmamışam. Heç nəyə basmamışam. Atdı spavna. Spavna attı. So, elitra, əsas elitradır. Elitramız hazır. İndi yavaştan keçə bilərik. O videonun əsas söhbətinə keçə bilərik yavaştan. Set söhbətinə. İndi gedək köy tapaq birinci. Spavında köy olmalı idi. Buralarda bir yerde köy var idi. Tapmışdım. Hadi gedək bu köyə uşaqlar. Tapdığımız köyə burada idi. Çətin olacaq amma gedək. Üstündə barut çox yox ki, pişirəcəkdir. Nəysə, mən gedim uşaqlar, sizi çox yormayayım. Keçişə baxın, indi keçişə. Marvel belə keçiş görməyim. Gəldi uşaqlar. Köy. Gəldi köyün yanına.
Beastin Spawn'dakı köydü bura. Birinci gəldiyim köy. Çox uzatmadan set üçün əşyaları hazırlayıb və 4 dənə də hərəsindən 4 cür olan 4 dənə büyünü hazırlayıb yavaşdan Enderman farmına keçirəm. Enderman farmına keçib qutarandan sonra isə Enderman farmında 2 gün AFK qalır 2 days later. və 368 level yığıram. Oyandım uşaqlar səhər-səhər. Kompüterim açıq qalmışdı. Səhər-səhər oyandım. Burada autoclicker var ya, ondan açmışdım. Öz-özünə belə vururdu. Elə vura-vura 2 gündə olmuşum kompüter açıqdı. 368 level olmuşam uşaqlar. Hələ vururam, nəyə vururam bilməm, əlim öyrəşib. 2 gündə kompüter açıldı, 368 level olmuşam. Bu da qırılmasın deyə onarım bastım, qılınc qırılmasın deyə onarım bastım. Çörəklər də gətirmişdim, yemək gedib köyzə vaxtlardan köydən samanlarla çörək düzəltmişəm. Buna onarım bastım üçün qırılmasın. Çörəklər də çox idi, bura doluydu çörəklərlə. Hamısını yedim burada. Şimdi belə level heç gelmir, o qədər vururmuşam ki 368 level o qədər böyük ki bundan oyuna gelmir şeylər. O qədər bəs eləyər bu ehtimalla. Arxamda düşür o, yox. Necə gedək, bəs başım çox. Köyə qayıdandan sonra son addımlarımı yerinə yetirmək üçün madenə düşüb dəmir qazdım və şal kırıcısına büyüləri qoyub 6 dənə örs düzəldəndən sonra əla Nether portalına qayıtdım. Nether portalından keçib yuxarı Bedrock'a qədər çıxdım və Bedrock'dan keçib uzun bir yol qət edəndən sonra yeni bir portal açıb sürüm dəyişdirib əşyalarımı büyülürəm və beləliklə oyunun ən güclü setini əldə edirəm. Aha uşaqlar, portalın yanından çıxdım, aşağıya qazdım, belə bir yer elədim. Oradan rahat büyülərə basa bilərik, çox heyecanlıyam. Burada şal kırıntısında büyülər var, gördüyünüz kimi örslər də buradadır, büyülər də buradadır. Bunu setimə basacağım, 368 levelim də var, yəqin ki bəs eləyər. İndi buradan sürümü dəyişdirməliyəm, belə də qalıb mən sürümü dəyişdim, çox heyecanlıyam, inşallah işləyər. Aha uşaqlar, keçdim, indi 1.14 sürümündəyəm. Videonu açmaq yadımdan çıxıb, bunu qoydum bura, yoxladım, büyüləri basmaq olur. Yaxşı videoya baxmışam, yoxsa gedərdi. Yaxşı ki baxdım ki açmışam videonu ya yox. Basmaq olur uşaqlar, əladır, işləyir hər şey. Belə edəcəm, patlama koruması ilə koruma 4'ü birinə basaq. Bir dənə də basaq. Bir neçə dəqiqə sonra, bu yox Bir neçə dəqiqə sonra. uşaqlar 4'ü də hazırdır büyülərin, indi bunları da setə basadır. Uşaqlar hamısını bastım. İndi qayıdım təzədən 1.21 26.1.2-ci sürümə qayıdım təzədən oynadığım sürümə. İnşallah hamısı yerində olur. Aha uşaqlar, gördüyünüz kimi qayıtdım 26.1.2-ci sürümə, modların zaten hamısı yerində. Dünyaya girək indi uşaqlar.
İnşallah kaçmaz. İnşallah kaçmaz. Oho. Yerinde her şey yerinde. Allah. Oy, büyülere bağlı yani. Her şey yerinde. 191 levele düştüm. Ev yok. Allah. Siletlere bağlı. Bu gözüme tesir. Onu canım getdi. Hardcore'dayım ama hiç canım gelir. Siletin vurduğu. Canım gelir. Çok düştü de. Bu video benim bu kanalda ve indiğine için seçtiğim videolar arasında en çetin videom oldu. Bu videoya düz bir hafta vaktim gitti. Ona göre videoya ve kanala destek verirseniz sevinirim. Videomuz bu kadarıydı. Sağ olun, salamat kalın. Qaşqabağın yerləcədi, ne görüm neyləmişəm, ürəyim cuk edir. De görüm neyləmişəm, qaşqabağın yerləcədir, de görüm neyləmişəm, ürəyim cuk edir. De görüm neyləmişəm, əşrəf.